Əziz və dəyərli izləyicilər, sizinlə mənə video bloger Böcək Hüseynov, YouTube kanalı Savrod Media gündəminin təsisçi baş redaktoru. Ötən həftə sosial şəbəkələrdə ard-arda 2 video paylaşmışdım ki, Savrod rayon icra hakimiyyətinin təşəbbüsü ilə Savrod rayonuna yeni zibil qutuları gətirilib. Sakinlərdən xahiş olunur ki, Sabirabad Sanitariya İdarəsi ilə müqavilə bağlasınlar, aylıq ödəsinlər, məişət tullantıları və həyətdən yaşayış olan yerdən çıxan zibilləri hara gəldi, aparıb atmasınlar, ekologiyanı, rayonu təmiz saxlamaq lazımdır. Və bununla da əlaqədar ötən gün Sanitar Təmizlik İdarəsi ilə mən əlaqə saxlamışam, mənə yeni videolar göndəriblər və onlar bildirirlər ki, idarənin müdiri Rüstəm müəllim bildirir ki, Savrod rayon icra hakimiyyətinin təşəbbüsü ilə Savrod rayonuna gətirilən zibil qutuları rayon sakinlərinə siyahıya uyğun olaraq küçə və prospektlərində vətəndaşların yaşadığı evlərin qarşısında zibil qutuları ilə təmin olunur və müqavilə bağlanır, aylıq ödənişlərini vətəndaşlar ödəyir. O zibil qutularına atılan zibilləri rayon sanitariya idarəsinin işçiləri hər gün səhər tezdən gəlib o zibil qutularını təmizləyirlər və aparıb poligona boşaldırlar. Və danışdıqca da burada da videoları sizlər üçün sərgiləyəcəm. Deməli, aldığım məlumata əsasən Savrod rayon sanitariya idarəsi zibil qutuları təmin elədiyi küçələrin burada aşağıda videoları var və həmən o küçələrin adlarını bir-bir burada deyirəm. Zəbullah Əliyev küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Nəsimi küçəsi, Mikail Müşfiq küçəsi, Asif Abdullayev küçəsi, Heydar Həmidov küçəsi, Mirzəğa Hümbətov küçəsi və Savrod rayon mərkəzi stadionuna gedən yol və həmçinin də Savrod rayonu texnikuma gedən yolun arxasında olan küçələr bir-bir sakinlər zibil qutuları ilə təmin olunurlar və bununla da əlaqədar bir daha vətəndaşlardan xahiş olunur ki, Savrod rayon icra hakimiyyətinin təşəbbüsünə qoşulsunlar, rayonu təmiz saxlasınlar, sanitariya idarəsi ilə müqavilə bağlayıb, məişət tullantılarını zibil qutularına atsınlar və rayonumuzu, ətraf mühiti, ekologiyanı təmiz saxlayaq. Çünki bu bizim sağlığımıza və sağlamlığımıza və gələcəyimizə böyük bir töhfə olar. Sizinlə mən idim. Video bloger Böcək Hüseynov, Savrod Media gündəmi üçün.